Ermənistan heç bir zaman tək başına müharibəyə deməzdim, hətta münasibətləri gərginləşdirməyə belə özündə cəsarət tapa bilmədi. İndiki halda Rusiyanın indiki dönəmində, Amerikada hakimiyyətin dəyişdiyi indiki dönəmdə Ermənistan kimdən ala bilər bu cəsarəti daha çox? Rusiyadanmı, yoxsa Amerikadanmı? Avropa ilə bağlı da mövqesində ortadadır. Aydındır da, bilirsiniz, bu sualı verməkdə haqlısınız. Çünki Ermənistan heç vaxt tək başına hərəkət eləməyib. Tarix boyunda biz bilirik ki, bu Rusiyanın dəstəyi ilə olub. Birinci Qarabağ müharibəsində də məsələn Rusiyanın dəstəyi ilə gəldilər, torpaqlarımızı işğal edilər. İndi isə yenidən özlərinə arxa dayaq axtarırlar. Təbii ki, nə fransızlar gəlib onların əvəzinə döyüşəsi deyil, nə Rusiya gəlib döyüşəsi deyil, Rusiyanın başı qarşıtı, nə də Amerika uzaqdan gəlib döyüşəsi deyil. Əvvəla onu deyim ki, Rusiya, üzr istəyirəm, Ermənistan nə Fransa üçün, nə Avropa İttifaqı üçün, nə Amerika üçün Ukrayna qədər strateji əhəmiyyətə malik deyil. Çünki Ukrayna Avropa İttifaqından həmsərhəddir. Fransa isə uzaq regiondur. Üzr istəyirəm, Ermənistan isə uzaq regiondur. Ona görə də bu məsələdə sadəcə olaraq Ermənistana göstərilən dəstək taktiki xarakter daşıyır. Bunun Ukrayna qədər strateji əhəmiyyətə malikdir. Yəni Ermənistanın təhlükəsizliyi Avropa İttifaqının təhlükəsizliyi deyil. Amma Ukraynanın təhlükəsizliyi Avropa İttifaqının təhlükəsizliyidir. O cüvalda Amerikadan seçkilərin nəticələrinin təsirinə bilirsiniz, mənə elə gəlir ki, Trumpın hakimiyyətə gəlməsindən sonra Ermənistanla Azərbaycan, ümumiyyətlə birinci onu deyim ki, Cənubi Qafqaza biganəlik barədə deyilənlərlə mən razılaşmıram. Çünki postsovet məkanı Trumpın birinci hakimiyyəti dönəmində də həmişə onun Trump administrasiyasının diqqət mərkəzində olub, nəzarətində olub və bu xüsusilə də indi Rusiya ilə siyasi, geostrateji rəqabətin artdığı bir vaxtda belə bir vəziyyətdə Cənubi Qafqazı maraq göstərməmək bu qeyri-mümkündür. Sadəcə olaraq xüsusilə söhbət Qara Dəniz regionu və ona yaxın bölgələrdən gedirsə. Gəlin tarixə bir ekskurs edək. Trumpın birinci dönəmində Cənubi Qafqazda bir neçə hadisə baş verdi ki, bunlar Trumpın birinci prezidentliyi dövründə baş verdi, Cənubi Qafqazla bağlı. Trump hakimiyyətə gələndən az sonra Gürcüstanın baş naziri Kvirikaşvilini dəvət elədi Ağ Evə və Gürcüstanla münasibətlər üst səviyyə qaldırıldı. Arxasınca Ermənistanda inqilab baş verdi və bu inqilabda heç kim də siz deyil ki, bu ABŞ-ın siyasi dəstəyi ilə baş verib, Paşinyanı onlar gətirib hakimiyyətə və Amerikanın o vaxt Ermənistandakı səfiri Richard Mills birbaşa bu prosesin iştirakçısı və müəllif olub. Düzdür, burada daha çox Soros'un adı hallanır, amma bu proses Ağ Evdən idarə olunurdu. Sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton gəldi Azərbaycana və Ermənistana. Məşhur John Bolton planını təqdim elədi və orada qeyd edilir ki, Paşinyana təklif eləmişdik. Sən bu işğal etdiyiniz ərazilər azad elə, geri çəkil. O köhnə stereotiplərdən, belə demişdi, stereotiplərdən azad olun. Yəni ki, o böyük Ermənistan xülyasından, nələrdən belə bu qisasçılıq əhval-ruhiyyəsindən, qonşu xalqlara qarşı düşmənçilik əhval-ruhiyyəsi əl çəkin. İranla sərhəddi bağlayırsan, Azərbaycanla Türkiyə ilə sərhəddi açırsan. Bunu təklif eləmişdi, lakin o vaxtı razılaşmadılar. Bir də bunun arxasınca da nə baş verdi? Trump'ın hakimiyyəti dövründə 44 günlük müharibə baş verdi və Azərbaycan öz ərazilərini işğal etdi. Yəni bütün bunlar göstərir ki, Cənubi Qafqazda yenə də böyük və maraqlı hadisələr, proseslər gözlənilir. Əslində deyirlər, John Bolton planı hansısa formada yenidən Bəli, mən də hesab edirəm ki, John Bolton planı yenilənmiş variantda gündəmə gələcək.
bu plan nədən ibarət ola bilər? Çünki Azərbaycan artıq öz ərazilərini işğaldan azad edib. Yəni bizim artıq öz suverenliyimizi bərpa etmişik. Xankəndində belə. Yəni bir dənə orada separatçı da qaldı. Biz öz ərazilərimizi işğaldan azad etmişik. O zaman nəyə ehtiyac qalır? İndi qalır sülh danışıqları və sülhdə nəticə əldə etmək və sərhədlərin açılması. Türkiyə ilə sərhədlərin razılaşdırılaraq açılması, münasibətlərin normallaşdırılması, Azərbaycan və sərhədlərin delimitasiya və demarkasiya prosesinin başa çatdırılması. Burada Amerikanın marağı nədir? Amerika marağı ondan ibarətdir ki, Trump administrasiyasının o Bolton planında dediyi kimi hər iki istiqamətdən sərhəd açılır, Ermənistan blokadadan çıxır, cənubdan isə İrandan sərhəd bağlanır. Çünki Trump'ın əsas hədəflərindən biri İrandır və İrandır və belə bir şəraitdə Rusiya qoşunlarının Ermənistan-İran sərhəddindən çıxdığı bir vaxtda Amerika ABŞ-ın da Ermənistanla imzalanmış, yanvarın 14-də imzalanmış strateji tərəfdaşlıq sazişinə uyğun olaraq mühafizə qrupunun, sərhəd mühafizə qrupunun Ermənistana gəlməsi nəzərdə tutulur. Düzdür, bunu bəziləri real hesab eləmir ki, yəni Bidenin ola bilsin ki, bu Blinken'in imzaladığı bu sənədi artıq Trump administrasiyası icra etməsin. Bu da mümkündür, amma İran faktoruna görə mən hesab edirəm ki, bunu yəni İranın şimaldan mühasirəsini, şimal ərazilərini bağlamaq üçün müəyyən, İran da artıq bu təhlükəni hiss edir. İrana qarşı hərbi əməliyyat olarsa bunu eləyə bilərlər. Paşinyan hökuməti isə məsələnin istiqamətini dəyişmək istəyir. Yəni olarsa çalışırlar ki, Amerika sərhədçilərini, hərbiçilərini gətirib Azərbaycan və şərti sərhəddə yerləşdirsinlər və bununla da, çünki fevralın 19-unda Avropa İttifaqının müşahidə missiyasının Azərbaycanla Ermənistan sərhədində dayanan müşahidə missiyasının səlahiyyət müddəti bitir. Onlar çıxıb gedə də bilərlər. İndi sonra və yaxud format dəyişə bilər. Format dəyişir, sayı azaldıla bilər, artırıla bilər. İndi hələ mübahisəlidir bu məsələ. Ona görə də Ermənistan çalışır ki, onlar çıxıb getsə yollarının yerini Amerikalıların hesabına təmin etsin. Ya da Amerikalılar ora getmək də onların mövqeyini möhkəmləndirsin və şərti sərhəddi, Azərbaycanla Ermənistan arasındakı bu 91-ci ilə qədər mövcud inzibati sərhəddi, beynəlxalq de-yuri, beynəlxalq hüquqda tanıtdırmağa çalışırlar ki, əsl sərhədləri onların güya budur. Amma Azərbaycan-Ermənistan sərhəddi bugün yoxdur. Azərbaycan-Ermənistan sərhədinin cəmi 12,7 kilometr hissəsi tanınıb, razılaşdırılıb. Qalan hissə isə Sovet dövründə mövcud olmuş Seri dağılında 1007 kilometrlik şərti sərhəd vardı. O artıq yoxdur. Ermənistan bu sərhədləri tanımaqdan imtina edir. Ona görə də Amerikalıların gəlib hansısa bir yerdə dayanmağı beynəlxalq hüquqa da ziddir. Elə Avropa missiyasının dayanmağı. Çünki sən hardan bilirsən ki, bura sərhəddir. Sərhəddir. Sərhəd razılaşdırırlar. Hardan sonra get dayan, harda istəyirsən dayan. Yalnız sərhəd razılaşdırıldıqdan sonra bu mümkündür. Paşinyan isə təklif edir ki, əksinə Avropa missiyası razılaşdırılmış yerdə dayanmasın, digər yerdə dayanmasın. Ona görə də bizi bu çox mübahisəlidir. Sərhəd razılaşdırmadan onların gəlib dayanmaq hüququ yoxdur. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə narazılıq nəyə üstə yarandı Ermənistan? Dedilir, sən bizə denən, sən sərhəddin hardan keçir? Ermənistan göstərə bilmədi. Dedilir, sən bu, dedi məsələn filan ərazidən. Bu ərazi delimitasiya olunub mu? Razılaşdırılıb mı? Yox. Mən orada niyə dayanmalıyım?